Hardadır bu? Nə axtarsan Gülay? Bir də hissə qalıb, onu da tapa bilmirəm. Həqiqətən sənin yaddaşında nəsə problem var. Axtaran aparatı deyə bir şey var da. İstifadə edə də. Bu qədər. Axır ki bitdi, amma bunu hər kəsə göstərməkdən əvvəl gəl birinci bunu sınayaq. Düz deyirsən. Qız, bir şey mənə düşdü. Biz bu layihə üzərində o qədər çalışıb yorulmuşduq ki. Vallahi. Qız, amma bunun yanından çıxasma. Marsda qeyri-adi varlıqlar da ola bilər. Buna görə özümüzün yanında gücləndirici aparat da götürməliyik. Düz deyirsən, onda get götür. Hə, yaxşı. Bye bye. Mən gəldim. Özü ikisini də gətirdim. Artıq sənin. Sağ ol. İndi isə gəl gedək. Gülay, gəl məqsədimizi bir də yadımıza salaq. Hə, deməli bizim məqsədimiz Marsda canlıların olub-olmadığını yoxlamaq və həmçinin orada bir şəhər qurmaq. Onlar tam 5 dəqiqə 30 saniyə içində Marsa çatdılar. Ayda, bura nə qədər qurudur. Məncə burada heç bir canlı yaşamır Gülay. Məryəm, arxana bax. Get buradan. Mən sizə heç nə eləmək istəmirəm. Siz bura nəyə görə gəlmisiniz və hansı planetdən gəlmisiniz? Biz yer kürəsindən gələn alimik. Marsda şəhər qurmağa gəlmişik. Leyin, Nə var? Həm bunlar kimdir belə? sənə vacib sözüm var. Yaxşı, qurun nə istəyirsinizsə, amma bizim tərəfimizə toxunmayın. Gülay və Məryəm sevinərək raketə mindilər, amma Ayda, işləmir bu. Nə olub Gülay? İşləmir. Necə yəni işləmir? İndi nə olacaq? Bilmirəm. Lin və Sin Yox, onlara yəni kömək bilməsiz. lazım olduğunu gördülər. Kömək istəyirsiniz? Üçün təşəkkürlər. Amma ilk olaraq bunu sınaqdan keçirmək lazımdır. Yəni bir sınaqdan keçirdək. Yaxşı, onda biz gedirik. Qapı bağlıdır. Axır ki oldu. Hazırsan? Hazıram. Siz elə buradasınız, çıxın da buradan. Qapı bağlıdır. Necə yəni qapılar açılmır? Gülay, dayan. Qapı açılmır, bunlar içəridə qaldılar. Necə yəni çıxa bilmirsiniz? Biz indi neyniyəcəyik? Aparatı işə salmısan? Hə. Geri dönüş yoxdur. Hamımız burada qaldı. Buradayıq biz. Nə dumalıdır? Biraz üstünü belə. Nə olub belə? Hara gəldik biz? Demin ki, yer kürəsinə çatmışıq. Ayda, yer kürəsindəyik. Nə danışırsan sən? Gözün yaxşı, panikaya düşməyin. Hər şeyin bir çarəsi var da. İndi oturub bir şey düşünməliyik. Mənim bir ideyam var. Siz bizə raketi təmir eləməkdə kömək etmisiniz. Biz də sizə onun əvəzinə yer kürəsində bir tur keçirdək. Maraqlıdır. Nə? Təbii ki də yox, heç vaxt olmaz. Niyə elə deyirsən ki? Əksinə bizim üçün xeyir olacaq axı. Lin və Sin yer kürəsində xeyli maraqlı vaxt keçirdilər. Onlar çox əylənirdilər. Ancaq bir müddət sonra onlar artıq öz yurdlarına qayıtdılar. Bu zaman Gülay və Məryəm ən bacarıqlı insanlar tədbirinə dəvət edildilər. Onlar bu dəvəti qəbul etdilər. Siz bu uğura necə nail olmusunuz? Uğursuzluq son deyil. Uğurla davam edən yoldur. İzlədiyiniz üçün təşəkkürlər.